tibb işçilərinin fəaliyyəti bu cür tək-tük təsadüfi qaydalar yaxud mənəvi prinsiplərlə deyil, konkret meyarlarla müəyyən olunmalıdır. Bütün dünyada həkim etikası kodeksi var. Həmin kodeksdə aydın göstərilir ki, həkimin xəstəyə münasibətdə səhlənkarlıq elementləri nədən ibarətdir? Bu sözləri Yeni Sabaha açıqlamasında tibb elmləri doktoru Profesor Adil Qeybulla bildirib. Onun sözlərinə görə Milli Məclisdə tibb işçilərinin vicdansız və laqeyd yanaşmasına əsasən əlavə və düzəlişlərlə müqayisədə beynəlxalq standartlar mövcuddur. İkinci tərəfdən müayinə, müalicə, diaqnostika prosesləri vaxtı səhlənkarlığın, tibbi səhvlərin yol verilməsinin çeyarları da sözügedən kodeksdə göstərilib. Bundan başqa klinik protokollar mövcuddur. Necə biləcəyik ki, müalicə düz aparılıb ya yox? Bu yalnız standartlar əsasında müəyyən edilə bilər ki, müalicə diaqnostika prosesində hansı yanlışlıqlar olub. Ona görə də təcili klinik protokolların tətbiqinə və həkim etikası kodeksi adlı qanunun tətbiqinə başlamalıyıq. Nəinki bu cür əndirəbadi qaydalar, qanunlar qəbul etməyən. Adil Qeybulla əlavə edib ki, tibb işçilərinin vicdanlı yaxud vicdansız hərəkətinin müəyyən olunması üçün xüsusi tibbi komissiyaları olmalıdır. Ortaya bir sual ortaya çıxır. Kim müəyyən edəcək ki, həkim vicdanlı yaxud vicdansız hərəkət edib? Bunu hüquq mühafizə orqanları müəyyən edə bilməzlər. Bunun üçün xüsusi tibbi komissiyalar olmalıdır. Komissiyanın yaxud komissiyaların işi üçün isə müəyyən meyarlar ehtiyac var. Məhz klinik protokollar əsasında, ona görə də klinik protokolların tətbiqi həkim etikası kodeksində bu məsələnin təsbit edilməsi, ayrı-ayrı vaxtlarda hüquqi məsuliyyət prosedurunun müəyyən olunması məhz bu amillərdən asılıdır.